Herkese salam. Bugün sizləri Qoşqar dağının ətəyində yerləşən möhtəşəm təbiəti, çox təmiz havası olan Xoşbulaqdan salamlayıram. Yəni çox da uzaqlarda deyiləm. Xoşbulaq Daşkəsəndən sonra yerləşir. Və bugün bu videoda Xoşbulaq barəsində danışmaq istəyirəm ki, burada olan maraqlı məkanlardan və burada gecələmək üçün olan məkanlardan və kotejlərdən danışmaq istəyirəm. Xoşbulaqda maraqlı nə var? Bu Qoşqar dağıdır hal-hazırda gördüyünüz. Qoşqarın hündürlüyü 3361 metrədir. Hətta siz Qoşqarın təpəsinə də çıxa bilərsiniz. Yəni ora turlar təşkil olunur, orada gedə bilərsiniz. Rahatlıqla yolun yarısını avtomobillə gedirlər. Sonra isə ayaqla qalxırsınız tam başına dək. Eyni zamanda orada bir pir yerləşir. Xoşbulaq əhli ora qurban deyir, yəni Qoşqara qurban deyirlər ki, işim olsun, qurban kəsəcəm və s. yəni tipli. Və gedirlər, aparırlar qoyunlarını, orada su var, qoyun kəsmək üçün yer var və s. Orada qoyunlarını kəsib, yəni qurbanlarını yerinə yetirirlər. Eyni zamanda burada belə bir göl yerləşir. Göl ətraflı çəkəcəm sizin üçün. Göl, sevinməyin ki, gələcəksiniz, kupanlikdə burada zaqar alıb göldə üzəcəksiniz. Xeyr, hələ bu göldə üzənin aqibəti yaxşı olmayıb. Yəni, göl üzüləsi göl deyil, yalnız camışlar üzür burada. Lakin mənzərə olaraq çox gözəldir. Siz balıq tuta bilərsiniz, hətta əmin deyiləm görsənir ya yox. Orada balıq da tuturlar, yəni balıq tutmaq mümkündür, təmiz deyil. Ayaqlarınızı salmaq da belə müşkül məsələdir, çünki biraz bataqlıq var. Yəni ki, belə bu hissələrində və s. Amma yəni ümumilikdə doğrudan da çox təmiz havası var və onu qeyd edim ki, şəhərlə ən yaxın bura şəhər nədir? Daşkəsəndir. Daşkəsən də sərin olur da. Xoşbulaq Gəncə deyək. Gəncə ilə buranın müqayisə etdikdə 10 dərəcə fərq olur. Yəni hər zaman hal-hazırda Gəncədə 30 dərəcə olar, burada isə 20-22 dərəcə var. Yəni çox sərindir və çox təmiz havası var da. Yəni 100% kislorod deyirlər burada. Və ona görə çox gözəldir. Eyni zamanda təbiəti də gözəldir. Ətraflı çəkəcəm sizlər üçün. Dağlıq ərazidə yerləşir. Burada meşə də var. Çalışacağım sizə meşəni də çəkim. Əksər halda belə dağlardır. Dağlara gedə bilərsiniz. Meşəlik orada balacadır. İndi çəkəcəm sizin üçün. Görsənmir. Orada o meşəlikdir. Dağlıq ərazidir, belə çox gözəldir, ümumilikdə təbiət olaraq çox gözəldir. Burada şəlalə də var və eyni zamanda hal-hazırda mən restorandayam. Yəni burada kotejlər var və kotejlər barəsində məlumat vermək istərdim ki, gəlmək istədiyiniz halda burada kotej tuta bilərsiniz. Kotejlərin qiyməti 4 otaqlı kotej 80 manat, 3 otaqlı kotej 70 manat, 2 otaqlı kotej isə 50 manatdır və kotejlər hər bir şeylə təmin olunmuşdur. İsti soyuq, su, hamam otağı və çox gözəldir, çox rahatdırlar. Yəni rahatlıqla gəlib burada gecələyə bilərsiniz. Eyni zamanda bu restoranlarda da yemək yeyə bilərsiniz. Burada at sürmək mümkündür. Yəni ətrafda belə kənd kimidir. Çox maraqlıdır. Yəni kolodis falan var. Çox gözəldir. İndi isə gedək sizə daha yaxından kotejləri göstərim və gölü çəkim. Sizə buranı göstərmək istəyirəm. Belə toyuqlar var. Döyüşən toyuqlardan xüsusi. Hal-hazırda restoranın ərazisindəyəm. Belə yeməklər burada hazırlanır. Sonra belə bağlı məkanlarda rahat oturub yemək yeyə bilərsiniz. Gölə daha yaxın gəldim. Göl belə böyükdür. Orada qəbirstanlıq yerləşir. Ümumiyyətlə Xoşbulağa da giriş bu yolla reallaşır. Yəni gəlirsiniz və buradan bir sağa yol gedir, bir sola yol gedir. Sağa gedən yol kəndin içərisinə gedir, sola gedən yol isə tam mərkəzə gedir. Eyni zamanda qeyd edim ki, uzun müddətli gəlmək istədiyiniz halda, məsəl üçün belə 10 gün, 15 gün və s. kotejlər baha gəlsə, yəni gecəsi 50 manatdan hesabladıqda toplam məbləğ böyük çıxır. Siz rahatlıqla gəlib burada olan sakinlərin evini tuta bilərsiniz. Hamısı, yəni demək olar ki, əksəriyyəti evini kirəyə verir və beləliklə də sərfəli yolla gecələyə bilərsiniz burada, həmin sakinlərin evində. Onu tapmaq necə mümkündür? Mənə yaza bilərsiniz, sizə buradan ev tapım və ya sadəcə gəlirsiniz öz maşınınızla, soruşsaz, yəni hər kəs bilir ki, kim evini verir, kimin evi artıq tutulur. Ona görə rahatlıqla bir gün ərzində tapacaqsınız. Onu qeyd edim ki, deməli burada mərkəz var və kənd var. Mərkəzə heç məsləhət görmürəm sizə, baxmayaraq ki, həm mərkəzdir. Lakin orada olan evlər bir-birinin yəni çox yaxın məsafədə yerləşir. Gəzməyə elə yer çox yoxdur. Eyni zamanda elə təmiz də deyil. Yəni ona görə məsləhətlidir. Ən məsləhətlisi kəndin içərisinə gedin və kəndin içində evi də daha ucuz tapacaqsınız. Yəni daha sizin üçün məkan açıq olacaq. Yəni belə çox yaxın yerləşməyib evlər və daha rahatdır və daha gözəldir. Ona görə gəldiyiniz halda kənddən ev tutmağa çalışarsınız.
Belə, hal-hazırda sizə kotej axtarıram ki, kotejləri göstərim sizlərə. Kotejlərin biri budur, məsəl üçün. Təəssüf ki, içəridən çəkə bilməyəcəm sizlərə, çünki bütün kotejlər məşğuldur. Yəni dediklərinə görə, ona görə yaxına gedə bilməyəcəm. Və digərləri isə bunlardır, bu 3 ədəd. Yəni artıq ölçüsündən asılı olaraq 2 otaqlı, 3 otaqlı və s. Burada atlıları görə bilərsiniz. Burada rahat at sürə bilərsiniz siz. Ümumilikdə də mənzərə belədir. Burada yenə də restoranın içərisidir. Sizlərə ətrafı göstərmək istədim. Buradadır ki, bizim məhəlləmizdir. Yəni yenə də Qoşqara gözəl mənzərə açılır buradan. Belə dağlardır. Hətta siz meşəliyi də görürsünüz. Yəni görürsünüz, burada meşəlik var. Təəssüf ki, o meşəliyə indi daxil olma, burası meşəlikdir. Təəssüf ki, indi o meşəliyə daxil olmağa ümumiyyətlə icazə vermirlər. Eyni zamanda videodan düşünmürəm ki, aydın görsənsin və belə balaca bir baş var. Burada olur. Bu prezidentin evidir. Belə yəni ki, o meşəyə hal-hazırda ümumiyyətlə daxil olmağa icazə verirlər. Belə setkalanıb hər tərəfi və heç kəs daxil ola bilmir. Bu Vışqa dağıdır, başında Vışqa yerləşir deyə adı elədir. Bu dağların arxasında isə, bu arxa tərəfdə isə artıq Gədəbəydir. Yəni oradan Gədəbəyi görə bilərsiniz. Qaradağ adlanır. Bu isə eləcə dağlardır və gəncələrin evləri. Əksər ümumiyyətlə bu ətrafda gördüyünüz evlər gəncələrin evləridir. Bura isə mərkəzi küçədir, yəni deyək Xaşbulağın prospekti. Hara getsəz bu yolla gedəcəksiniz. Belə yolun qırağında marketlər var, çox kreativ adları var. Bu marketin adı Qaqalar marketdir. Arxasında isə Qaqalar çayçı var. Yəni oğlanlar axşamlar burada çay içirlər. Eyni zamanda bu aşağıdakı marketin adı isə Eloğlu marketdir. Yəni belə çox kreativ adlardan istifadə edirlər. Ümumilikdə də yəni belədir. Ətraf. Yenə dağlar. Bir də Xaşbulaqda dəbdir. Böyük evlər tikdirmək. Ən böyük evlərdən də biri budur. Gördüyünüz kimi belə böyük evlər tikirlər. Eyni zamanda belə böyük divarları olur evlərin. Hələ də anlamamışam nə məqsədlə böyük divarları tikirlər. Amma yəni dəbdir. Evi tikməmişdən öncə divarları ilk növbədə tikirlər, sonra isə evi. Hal-hazırda çaya gedirəm. Söz verdiyim kimi sizə çaydan çəkiliş edəm. Bu arxamda gördüyünüz o Qaqalar çayçıdır. Belə, yəni dağlıq ərazi ilə gedirəm çaya doğru. Nə deyim sizə Xaşbulaqdan? Xaşbulaqda yəni hal-hazırda hava çox istidir. Yəni əladır. İndi bir 30 dərəcə var. Şəhərdə yəni nəzər alsaq ki 40 dərəcədir. Burada 30 əladır. Hava çox gözəldir, belə günəşlidir. Günün altında istidir, amma kölgədə belə yaxşıdır. Qeyd edim ki, Xaşbulaqda yəni gün ərzində belə isti olmasına baxmayaraq axşamlar çox soyuq olur. Yəni 10 dərəcə, 9 dərəcə belə soyuq olur. Burada mütləq şəkildə yorğanda yatırsınız, yəni. Sonra hal-hazırda hava isti keçdiyindən axşamlar da belə normal olur. Məsəl üçün bir 20 gün bundan öncə burada normalda, yəni gün ərzində hava 13 dərəcə idi, yağışlı idi, heç çəkiləsi deyil Xaşbulaq. Çünki bura yalnız hava gözəl olanda yaxşıdır ki, gəzməyə gedəsən, yəni vaxtını maraqlı keçirəsən. Yağışlı olduğu halda yəni çox maraqsız olur buralar. Və gəldim, çıxdım çaya. Çayın suyu təmizdir. Sözsüz ki, qarpız, qalları, ayaqqabılara baxın. Burada yaxşı at çapa bilərsiniz. Kirayəyə də at verirlər. 1 saatı 10 manat. Belə dəqiqə ilə falan da verirlər. Yəni sizdən asılı olaraq. Çaydan danışım. Çay təmizdir. Demək olar ki, sözsüz ki, semiçka qabları, qarpızlar və s. də rahatlıqla tapa bilərsiniz. Ümumilikdə su təmizdir. Belə, yəni görürsünüz. Su yaxşıdır. Çox gür çay deyil. Ümumiyyətlə bir neçə gündə artıq quraqlıqdır. Yəni isti olduğundan elə gür deyil. Lakin yağışlı ərəfələrdə biraz gürlaşır. Normalda isə belədir yəni.
çox gür deyil. Balıq falan yoxdur çayda ümumiyyətlə. Göldə balıq var. Ətrafda da evləri görürsünüz də. Əksər evlər, yəni Gəncəlilərin evidir. Çünki Gəncəlilər Xaçbulağı çox sevirlər və gəlib buradan torpaq alırlar, ev tikdirirlər. Çünki demək olar ki, yayın çox zamanını burada keçirirlər. Eyni zamanda da burada görürsünüz xanımlar var. Paltar yuyurlar. Çünki burada biraz su problemi yaşanır. Xaçbulaqda belə ki, yəni su necə deyim sizə, kimin ki bulağı var yaxınlıqda, oradan su çəkir. Yəni hər kəsin bakı var, oradan su çəkirlər. Kimin isə yaxınlıqda bulağı yoxdursa mütləq şəkildə yer qazdırır ki, yerdən su çıxsın, özünü oradan bulaq edir. Yəni nəsə də bir yol tapır da. Çünki normalda yəni belə qapıya su gəlmir. Yəni elə düşünməyin. Ya da ki qapıdan maşınla su ala bilərsiniz, bakınız varsa. Ona görə biraz o baxımdan əziyyət çəkirlər insanlar burada. Hal-hazırda görürsünüz xanımlar çayda paltar yuyurlar. Bu arada mən bayaq qeyd etdiyim Vuşqa dağının ətəyindəyəm hal-hazırda. Görürsünüz bu dağlar. Burada isə Kəpəz dağı yerləşir. Yüksəklikdə deyiləm deyə görsənmir. Bu isə restorandır. Belə koteci var 2 dənəlik ki. Düzü bu restoranı çox da bəyənmirlər. Çünki servisləri elə də yaxşı deyil. Amma məkan baxımından yaxşı yerdə yerləşir. Belə. Hal-hazırda gördüyünüz yer, yəni burası içməli su bulağıdır və bu ətrafda qalan insanlar gəlib suyu buradan belə baçoklarla yığıb aparırlar. Və gördüyünüz kimi çayda qəşəng uşaqlar çimirlər. Hətta tək su aparmırlar, eyni zamanda gətirib qablarını falan da burada yuyurlar. Çünki yəni qeyd etdiyim kimi sudan əziyyət çəkirlər. Hər kəsin evdə belə rahat gələn isti soyuq suyu yoxdur. Dağa dırmaşırdım, təsadüfən də aynı gördüm. Ondan da danışım sizə. Gördüyünüz kimi yəni dağdır. Dağın bir hissəsini hasarlayıblar ki, heyvanlar, yəni malqara orada olan otu yeməsin. Və otu sonra biçirlər və belə tayalara yığırlar. Onu yığdıqdan sonra isə bu tayaları evlərinə aparırlar və qış üçün, yəni öz malqaraları üçün yemək, yəni bu yeməkdir də. Belə hazırlayırlar. Çünki normalda yəni əgər belə əraziləri yoxdursa və özləri üçün belə ot toplaya bilmirlərsə, pres alırlar, yəni pres adlanır, pres alırlar ki, qışda yəni malqaralarını yedizdirə bilsinlər. Hal-hazırda dağa dırmaşmağa çalışıram ki, sizlər üçün biraz yüksəkliyə qalxın və oradan yenə video çəkim ki, daha gözəl mənzərə olsun. Axır ki, çıxdım yüksəkliyə. Bu gördüyünüz kənddir, yəni kənddə yerləşən evlərdir. Zamanda qeyd edim ki, Xaçbulağa yolunuz düşsə, buranı keçib getdikdən sonra, o bayaq göstərdiyim o prospekti də keçib getdikdən sonra Yeni Kənd gəlir və Yeni Kənddə çoxlu Alban kilsələri var, eyni zamanda pişyeralar var, yəni tarixi və maraqlı yerlər çoxdur. Təəssüf ki, ora getmək üçün yəni avtomobil ona uyğun olmalıdır, yollara uyğun olmalıdır. Əksər halda ora Niva ilə və ya
möhtəşəm olar, Vilislə gedə bilsəniz ki, rahatlıqla o bütün yolsuzluqlarla gedib o məkanları görə biləsiniz. Təəssüf ki, nə Vilisim var, nə Nivam var, ona görə heç biri ilə yəni o məkanlara gedib sizlər üçün çəkiliş edə bilmirəm. Lakin yəni nəzərinizdə olsun, bura yolunuz düşsə və avtomobiliniz o yollara uyğun olsa, mütləq şəkildə oralara da ziyarət edin. Ümid edirəm ki, Xaçbulaq videomu bəyəndiniz. Hər kəsə gözəl səyahətlər arzu edirəm. Növbəti görüşlərədək hələlik.